Bir sahibkar gündə mühasibatlığa nə qədər vaxt ayırmalıdır? Hər bir sahibkar gün ərzində 10-15 dəqiqədən çox mühasibatlığa vaxt ayırmamalıdır. Çünki real biznesdə sahibkarların vaxtı əməliyyatlara deyil, daim inkişafa sərf olunmalıdır. Bəs bu necə mümkün olur? Bu, düzgün qurulmuş uçot sistemi ilə olur. Sahibkarların işi sənəd toplamaq, qayma axtarmaq, ödəniş tapşırıqlarını yadda saxlamaq deyil. Bunlar özü bir prosesdir. Proses isə delegasiya olunmalıdır. Uçotu effektiv şəkildə delegasiya etməyin 3 əsas prinsipi vardır. Bunlardan birincisi şəffaf prinsipdir. Yəni hər bir sənədin hara düşdüyü, kim tərəfindən icra olunduğu və tarixi bəlli olmalıdır. İkincisi rəqəmsal axındır. Yəni bank, çek, qaymə və s. bunların hər biri eyni platformada kağız formasından və qarışıqlıqdan uzaq olmalıdır. Bunlardan üçüncüsü gündəlik yox, həftəlik icmaldır. Yəni hər bir sahibkarın işi detal yoxlamaq deyil, ümumi prosesi izləməkdir. 10 dəqiqəlik həftəlik overview buna kifayət edir. Və nəticə olaraq siz sənədə vaxt itirmisiniz, əksinə olaraq sənədlər sizə xidmət edir. Əgər uçot sizi yorursa, hələ də sistem oturmayıbsa, peşəkar komandamız qanun mühasibatlıq xidmətlərinə müraciət edə bilərsiniz. Biz uçotu düzgün qururuq, siz isə daha rahat işinizə fokuslanırsınız. Diqqətiniz üçün təşəkkür edirəm.